Malı əlavə edəndən sonra, səhifəni yeniləyəndən sonra bizə burada düymələr açılır. Bu düymələr nədir? Bu düymələr ödəniş metodlarıdır. Yəni bu satış nə cür bağlanacaq? Yəni nəqd bağlasaq, bu summa, bu məbləğ oturacaq kassaya təbii ki. Kart ilə bassaq, yəni Rafael nəqd eləsək, yəni Rafael bizə borclu olmayacaq. Kart ilə bassaq, həmçinin, yəni Rafael adlı müştəri kart ilə ödəniş eləyir və buradan hansı terminal eləyir, onu da seçmək olar. Yəni bir mağazada 5 dənə, 2 dənə, 3 dənə, 1 dənə terminal ola bilər. Məsəl üçün, hansı terminala ödəniş eləyirsə, onu da seçmək olur buradan. Yəni bunu seçsək, bunun balansına gedəcək pul. Karta düyməsi var. Bu nə deməkdir? Yəni bu bəzi mağazalarda, yəni müştərinin nəqd pulu olmur, kartdan karta atmaq istəyir məsəl üçün. Elə olanda burada həmçinin müdirin kartı 1, müdirin kartı 2. Bu kartlardan da istədiyiniz qədər əlavə edə bilərsiniz. Bunu da necə əlavə olunur? Ətraflı video izah edə bilərəm. Yəni ola bilsin ki, müdirin 2 dənə kartı var, hər hansı bir kartını atır ödənişi. Tamam. Burada həmçinin nisiyə var. Nisiyə bassaq, bu mal, yəni bu məbləğ bu müştəriyə borc olaraq gedəcək. Gəlin bunu nisiyə bağlayaq. Məsəl üçün, bunu nisiyə ödəsək, nisiyə kimi bağlasaq bu malı, Rafael bizə 75 manat borclu olacaq. Yəni kontragentlərə getsək, görəcəyik ki, 80 manat bizim verəcəyimiz var firma 4-ə, 75 manat da Rafaelin bizim verəcəyimiz 80 manat da 75 manat alacağımızdır. Yəni Rafaeldən alacağımız var. Daxil olsaq görəcəyik ki, bir dəfə satış olmuşdu nisiyə şəkildə. Yəni biz satışı yaratdıq. Satışı yaradandan sonra satışı necə bağlamaq lazımdır onu seçirik və burada bitir. İndi gəlin təsəvvür edək ki, bu müştəri bizə gəlir ödənişini edir. Bunu növbəti videoda göstərəcəm sizə.